Salam aleykum dəyərli izləyicilər. Təcili satılan villa təqdim edəcəm. Gördüyünüz bu villanın qiymətindən 300 min manat endirim oldu. Qaraqarev metrosunun yaxınlığındadır. Star İdman və Əyləncə kompleksinin tam arxasında Milyonerlər məhəlləsində 7 sotda inşa olunmuş. Gördüyünüz bu böyük bir villa satışa təqdim olunur. Sənədləri kubçadır. Ümumi 600 kvadratdır. Bir zirzəmi və 3 mərtəbədən ibarətdir. Bura villanın qarşı tərəfidir. Küçə elit küçədir, şlaqbom var. Buradan bu tərəfə maşınlar keçmir, yəni küçənin axır yeridir. Avtomatik açılan qapıları, hasarlar hündürdür. Dekorativ ağaclar əkilib. Qaz, su, işıq daimidir. Həm evə, həm də torpağa sənəd paket kupçadır, ipotekaya da yararlıdır. Qapıların gördünüz və qarajı da var. Avtomatik açılan qarajları var. Birbaşa 2 maşınlıq da qarajda yeri var. Arxada da həyəti var. Keçib oranı da sizə göstərəcəm. Gəlin elə bax bu hissədən də keçək. Arxa həyətini də göstərim. Sonra villanın da daxili ilə sizi tanış eləyərik. Kondisionerlər var, əşyalar var. Təmir çox bahalı və keyfiyyətli təmir olunub. Üzü bahalı ağla ilə üzlənib, kamera sistemi çəkilib. Divarlar hamısı kabanciklə üzlənib. Və burada arxa həyətidir. Arxasında da görürsünüz xeylaq yeri var. Arxaya evin də qapısı var, orada besetkadır. Sağ tərəfdə də hovuz üçün yer nəzərdə tutulub. İstəsəz burada böyük bir möhtəşəm hovuz da düzəldə bilərsiniz. Burada besetkası, böyük şam ağacları var. Gəlin, indi isə keçək sizə evin də daxili ilə sizi tanış edeyim. Dəyərli izləyicilər, biz artıq villanın daxilindəyik. Tavanlar hündür. Bura qonaq otağıdır. Qonaq otağı təxminən bir 70-80 kvadrata yaxındır. Polda vurulan parket çox keyfiyyətli, bahalı parketdir. Əşyalar da hamısı dəyərli. Xarici ölkələrdən bir-bir sifarişlə ev sahibi gətirib. Kondisionerlər Mitsubishi'nin bütün otaqlarda var. Gördüyünüz əşyalar deyilən qiymətə daxildir. Biz girdiyimiz yer villanın giriş tərəfi və arxada da böyük pəncərələr həyətinə baxır. Həyətini də sizə göstərmişdim. Koridor hissəsidir. Koridor yer, keramogranit, istipol, pilləkənlərin hamısının üzərisi ağ mərmər. Villanın əsas giriş hissəsi damofonuna kimi var. Girişdə şkaflar var, ayaqqabılarınızı qoymaq üçün və birinci mərtəbədə yerləşən mətbəx. Mətbəxi də istipoldur, kondisioner var, mətbəx mebeli yığılıb. Burada olan bütün elektronikalar, qab yuyandı, paltar yuyandı, soyuducudur, hamısı qiymətə daxildir. Və əlavə olaraq birinci mərtəbənin sanitar qoşağı var. Birinci mərtəbədən pilləkən var zirzəmiyə düşməyə və qalxaq yuxarıda yataq otaqlarını sizə göstərim. Sonra da zirzəmisini də axırda göstərəcəm. İzləyicilər, ikinci mərtəbədə yalnız yataq otaqlarıdır. Gəlin yataq otaqlarını bir-bir sizə göstərim. Bura birinci yataq otağı. 5 yataq otağı var ikinci mərtəbədə. Hər biri də kvadrat formasında. Bəzilərində əşyalar var. Hansında ki əşyalar var, onlar qalacaq. 5 dənə böyük yataq otağıdır. Gəlin sizə növbəti yataq otağını göstərim. Yataq otaqlarında da hamısında Mitsubishi kondisioner və otaqların da hamısında eyni parketdən istifadə olunub. Qapılar hamısı yığılma zakaz qapılardır. Çox ağır, keyfiyyətli qapılar. Və bu hissədə növbəti 3-cü yataq otağı. Hər mərtəbənin özünün ayrıca hamam otağı var. Bura ümumi hamam otağı 2-ci mərtəbənin içəridə tuş kabin var və yer istipoldur. İkinci mərtəbədən ümumi balkona çıxışı var. Bax, bu hissədən balkona çıxa bilərsiniz. Onu siz əvvəldə, videonun əvvəlində görmüşdünüz. Fasadda balkonlar görsənirdi. Bura növbəti 4-cü yataq otağı. Və burada sonuncu 5-ci yataq otağı. 5 yataq otağından ibarətdir. İndi isə qalxaq mansardı göstərim. Sonra da sonda zirzəmisini də sizə göstərəcəm. Dəyərli izləyicilər, artıq mansarddayıq. Mansardda da böyük bir yataq otağı. Bu hissədə yığılmış mətbəx sahəsi və qardirob otağı. Gəlin mətbəx sahəsini göstərim. Buranın da qazı, su, işığı çəkilib. Yəni mansardda olarkən aşağı düşməyə ehtiyac yoxdur. Bütün şəraiti ev sahibi çox əla bir qaydada yaradıb. Mansarddan da balkona çıxışı var. Bu hissədə yerləşir qardirob sahəsi. İstəsəz yataq otağı kimi də istifadə edə bilərsiniz. Əgər orada yataq otağı olsa, ümumilikdə 8 otaqdan ibarət olur. Bura ən böyük yataq otağıdır. Qarşısında eyvanı,
yığılmış bahalı mebellər, Mitsubishi kondisioner, eyni vurulmuş parket, kamera sisteminin monitorunu burada qoya bilərsiniz, TV stand yeri. Bu hissədən balkon arxa hissəyə baxır və ümumi hamam otağı. Hamamın da içində böyük bir jacuzzi yerləşdirib və yer də istifollandı. Və gəlin sonunda sizə zirzəmini də göstərim, ondan sonra da videomuzu tamamlayaq. Dəyərli izləyicilər, burada zirzəmi olan sahəsidir. Burada belə bir sport zal. Burada gördüyünüz idman alətləri də hamısı deyilən qiymətə daxil. Zirzəmidən arxa tərəfə çıxılan qapı, onu arxa tərəfdən yadınızdadırsa göstərmişdim videonun əvvəlində. Bura kotelni sistemi, çox gözəl bir sistem yığılıb. Evdə həmişə isti su olur, daimi generatoru var. İşıq sönsə belə generatorla sizi təmin eləyir. Və zirzəminin özünün hamam otağı, idmandan çıxdınız elə burada tuj qəbul edə bilərsiniz. Zirzəmiyə də gördüyünüz kimi kombi çəkilib, istipol var. Buradan qaraja keçib, qarajdan evdən düşdünüz birbaşa. Qarajda maşınınıza minib çıxa bilərsiniz. Həmən qarajdan da birbaşa villanın qarşısına çıxırsınız. Gəlin əlavə sizə ambar sahəsini göstərim. Bura ambar sahəsidir. Burada artıq mürəbbələr, kompotlar və turşularınızı yığa bilərsiniz. Burada da böyük şkaflardır. Bu şkaflara da yenə də paltarlardır, artıq əşyalar, nə istəsəz qoya bilərsiniz. Burada da əlavə belə bir balaca yer var. Buranın da çamaşır, paltar yuyan üçün nəzərdə tutulub. Qiymət və bütün məlumatlar var. Kimə maraqlı olsa bir saat əvvəl xəbər eləyin. Hasarı bizdədir. Kim alsa Allah xeyrin versin. Sağ olun, var olun.